hədəflər böyükdür və bu layihəni də inşallah beynəlxalq səviyyədə daha geniş keçirməyə çalışacağıq. Qida sektorunun ən başlıca, belə deyək ki, nüanslarından biri olan su, insan orqanizminin 70-80%-ni təşkil edir. Təmiz sulardan istifadə üçün siz də inline müraciət edə bilərsiniz. Mən Rüfət müəllimə uğurlar arzulayıram. Düşünürəm ki, bu forum, bu sərgidə yenə həm sahibkarlarımız üçün, həm də insanlarımız üçün daha maraqlı olacaq, daha önəmli olacaq. Biznes Mərkəzi Klubu üzrə bizim layihələrimiz həm radiolar üzrə davam edir, podkastlar üzrə davam edir və sosial media üzrə davam edir. İnşallah 2025-ə çatdıra bilmədik, çünki layihələrimiz çox 26-cı ildə televiziya layihəmizi də həyata keçirəcəyik. Millət vəkilimiz Vüqar İskəndarovu dəvət edirik. Sağlam qida olması ilə bağlı nə qədər tədbirlər keçirilirsə, maarifləndirmə tədbirlər olacaqsa, o qədər cəmiyyətimiz üçün faydalı olacaq. Xanımlar, Ramazanovu dəvət edirik. Məmmədov Əli. Inline su filtrləri. Yusuf dostumuzu dəvət edirik. Mənim də şəxsən evimdə inline su filtrləridir. Çox sağ olun. Qardaş, bu nə əziyyəti çəkirsən? Nə vaxta qədər evə su daşıyacaqsan? Biz necə eləyim qardaş? Problemin həlli buradadır. Gəl mənim. Black Diamond ilə suyunuzu evinizdə özünüz istehsal edin. Həm su daşımağa son qoyun, həm də keyfiyyətindən tam əmin olun. Mən özüm illərdir media marketing sahəsindəyəm və PR işlərində çoxlu layihələrimiz var. Hazırda Biznes Mərkəzi Klubu üzrə bizim layihələrimiz həm radiolar üzrə davam edir, podkastlar üzrə davam edir və sosial media üzrə davam edir. İnşallah 2025-ə çatdıra bilmədik, çünki layihələrimiz çoxdur. 26-cı ildə televiziya layihəmizi də həyata keçirəcəyik və burada olan dostlarımıza və digər media tərəfdaşlarımıza, saytlarımıza hər birinizə minnətdarım. Gələn ayaqlarınız var olsun, çox sağ olun deyirik. Təşəkkür edirəm. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov. Zəhmət olmazsa, alqışlarınızla. Bizim dəyərli qonaqlarımız, mən hər birinizi həm öz adımdan, həmçinin Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovun adından salamını çatdırmaq istəyirəm. Son illər ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan həm geostrateji, həm də geoiqtisadi baxımdan çox mühüm coğrafi mövqeyə malikdir. Zəngin təbiət resurslar və əhəmiyyətli nəqliyyat kommunikasiya dəhlizləri ölkəmizi beynəlxalq iqtisadi əməkdaşlıq üçün strateji mərkəzə çevirir. Millət vəkilimiz Vüqar İskəndarovu dəvət edirik. Buyurun. Alqışlarınızla. Xanımlar və cənablar, dostlar, bu il dövlət büdcəsindən aqrar sahəyə 1 milyard 200 milyon manat vəsait ayrılıb. Onun da hissələri deyib vaxtınızı almaq istəmirəm. Qarşımızda duran məsələlər aqrar sahəni yeni innovasiyaların gətirilməsidir. Artıq dünyada əsasında burada İsrail nümayəndələri qeyd etdilər. Hal-hazırda İsrail bu sahədə öndə gedən dövlətlərdən biridir. Çox yaxşıdır ki, mütəxəssislər gəlib, onlar öz təcrübələrini yəqin ki, bölüşəcəklər. Robotla, yeni İKT ilə, Sputnikdən yuxarıdan çəkilmələrlə, damlama vasitəsilə suvarma məsələləri hal-hazırda sürətlə inkişaf edir və çox böyük dəstək verir. Çünki insan sayı artır,
yerlər daha çox insanların yaşamaq üçün, məskunlaşması üçün istifadə olunmağa başlayır, torpaq, əkin və sair torpaqların sayı azalmağa başlayır. Ona görə də müasir elm aqrar sahəyə transformasiyanı sürətləndirməlidir. Yəni, misal üçün, elə müasir toxumçuluq, müasir gübrə sistemləri var ki, qabaqçı illərdə misal üçün 10 hektar sahədə əkiləcək toxumu artıq 1 hektar sahədə əkərək ondan da çox məhsuldarlıq əldə etmək olur. Burada həm yeni innovativ toxum və gübrə və s. Və yaxud da ki, yeni damlama, suvarma ilə kifayət qədər 40-60% arası suya qənaət etmək olur. Yəni, bu müasir elm artıq aqrar sahəyə də gəlməlidir və biz çox vacib olan qidamızı təşkil etməliyik. O mənada bugün Azərbaycanın potensialı var və şükürlər olsun ki, Qarabağ və Şərqi Zəngəzur da artıq bizimdir və biz artıq öz torpaqlarımızda bu mənada yeni yanaşmalara da artıq başlanğıc kimi tətbiq edə bilərik və həmin sahələrimizdən də suvarmamıza, şirin suyumuza da müsbət təsir göstərir və həmin bölgələrimiz həm aqrar, həm turizm baxımından da müsbət yerlərdir. Ona görə düşünürük ki, dünyanı düşündürən qida ilə bağlı, onun təhlükəsizliyi ilə bağlı, qidanın sağlam qida olması ilə bağlı nə qədər tədbirlər keçirilirsə, maarifləndirmə tədbirlər olacaqsa, o qədər cəmiyyətimiz üçün faydalı olacaq. Ona görə də mən Biznes Mərkəzi Klubuna öz təşəkkürümü bildirirəm ki, belə tədbirləri təşkil edirlər. Kənd Təsərrüfatı Nazirliyinə, digər dəstək olan təşkilatlara, şirkətlərə özlərinin təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Diqqətiniz üçün çox sağ olun. UAID şirkətinin UAID Azərbaycan Başqan Yardımcısı Ramazan Qaraşahini səhnəyə dəvət edirik. Azərbaycanda bir çox sahələrdə fəaliyyət göstərir. Alqışlayın zəhmət olmasın. Yoldaşlar, hepinizi UAID Azerbaycan adından selamlıyorum. Hoş geldiniz. UAID 2004 yılında Almanya merkezde kurulmuş bir STK'dır. Sivil toplum kuruluşudur. UAID'nin hakkında bir balaca size biraz malumat vermek istiyorum ki UAID 2004 yılında hangi amaçla kuruldu? Ona göre kuruldu ki bir iş adamları derneği, asosyasyosu, STK'sı değil, dünyada yaşayan Türk soylu vatandaşlarının bulundukları ülkedeki hak ve hukuklarını koruyan bir teşkilattır. UAID aynı zamanda Türk soylu vatandaşlarının, Türk devletlerinin dünyadaki diasporasını aparan bir STK'dır. Muhataplarımız bulunduğumuz ülkede devlet kuruluşlarıdır, STK'lardır ve diğer birlik asosyasyonlardır. Bugüne dek biz UAID Azerbaycan olarak faaliyetlerimiz arasında sadece bir istatistik olarak balaca bir malumat vereyim size. 24 kişilik idare heyetimiz UAID Azerbaycan'da şekillenmektedir. Gençlik kollarından kadın kollarına, ticari konular faaliyetlerinde problem yaşayan bölge başkanlarımızın çözüm odaklı konuyla bağlı başkanlarımıza varana kadar her konuda başkanlıklarımız söz konusu. Buradaki faaliyetlerimizin 2025 yıl içerisinde 20'ye yakın şu ana dek Azerbaycan'dan yurt dışına giden talebelerimize orada hem mektep baresinde, kayıt baresinde, hem yer baresinde, hem yurt baresinde kalacak sorunlarını çözme baresinde gerek Fransa'da, gerek Belçika'da, İtalya'da çözümler ortaya koymuşuz ve bunlara her türlü desteklerimizi o bölgede vermeye devam edeceğiz. Biz UAID Azerbaycan adından bu business forumu teşkil eden Rıfat Müellim'e, Business Kulübü Sedri Rıfat Müellim'e, özellikle bu beynahalk gıda ve agrar konusu benim şahsi konum olduğu için
İlk günden beri Rıfat Bey ile birlikte hareket ediyorum. Bugüne kadar yaptığı bütün işlerinin neticesi uğurlu oldu. İnanıyorum ki bundan sonra da uğurlu olacak. Azerbaycan için gayrimenkul sektörünün birinci meselelerinden bir tanesi agrar sahaydı ve bu agrar sahaya dikkat çektiğine göre de ben Rıfat Bey'e huzurunuza teşekkür ederim. Saygılar sunarım. Bu forumun inanıyorum ki gelecek devirlerde Azerbaycan iktisadiyatına, özellikle kent tasarrufatındaki inkişafına töhfe verebileceğine inanıyorum. Çok teşekkürler, saygılar, sevgiler. Sağ olun. Və növbəti Millət-vəkilimiz Müşfiq Cəfərov. Alqışlayın. Hörmətli tədbir iştirakçıları, dəyərli qonaqlar, belə bir nüfuzlu beynəlxalq qida və aqrar biznes forumunda çıxış etmək mənim üçün qürur vericidir. Mənim təmsil etdiyim Gəncə və Qərb bölgəsi, həmçinin Goranboy, Samux, yəni bu ərazilər demək, ölkəmizin ən güclü aqrar mərkəzlərindən biridir. Burada üzümçülük, tərəvəzçilik, taxılçılıq, ət və süd istehsalı üzrə böyük potensial mövcuddur. Gəncə şəhəri həm də aqrar sənayinin emal komponentinin gücləndirilməsi üçün əlverişli logistika nöqtəsidir. Hörmətli tədbir iştirakçıları, bugün biz bir məqsəd, bir amal uğrunda çalışırıq. Daha dayanıqlı, daha məhsuldar və daha ekoloji davamlı qida sistemi yaratmaq. Bu məqsədə çatmaq üçün beynəlxalq əməkdaşlıq, birgə investisiya layihələri və texnologiya paylaşımı böyük əhəmiyyət daşıyır. Azərbaycan bu əməkdaşlığa açıqdır. Bununla bağlı çıxışlarda da qeyd olundu. Biz hər zaman qida təhlükəsizliyi, aqrar texnologiyalar, su resurslarının idarə olunması və emal sənayesinin inkişafı istiqamətində bütün tərəfdaşlarla əməkdaşlıq etməyə hazırıq. Birlikdə daha güclü, daha sağlam və daha davamlı bir gələcək qura bilərik. Diqqətinizə görə təşəkkür edirəm. Dəstək Qrup Müşavirə Şurasının sədri Sakit Səmədova səhnəyə dəvət etmək istəyir. Değerli vekilim, değerli bürokratlar, değerli dostlar, mən də söz verirsiniz, teşekkür ederim. Dünyada ümumi kənd təsərrüfatı dövriyyəsi 24 trilyondur. Təxmini 1 milyard insan orada işləyir. Ümumdaxili məhsullarda bəzi ölkələrdə 4%, bəzilərində 11% inkişaf etmiş ölkələrdə, Azərbaycanda az əvvəl, sağ olsun kənd təsərrüfatı dəyərli nümayəndələri 5.76% civarındadır. Bu göstəricə çox bir şey ifadə etmədiyini zənn eləsək də, mənim fikrimcə gələcək 3 ildə Azərbaycanda ixracatda ən önəmli addımlardan biri aqrar sahəsi olacaq, kənd təsərrüfatı sahəsi olacaq. Çünki kənd təsərrüfatının dəyərli komandası, təlim, tədris, modern iqtisada uyğun istehsalatın təmin edilməsi və beynəlxalq bazara çıxartılması ilə ilgili ciddi nəticələr var. Hamınıza uğurlar arzulayıram, təşəkkür edirəm, sağ olun. Bugün biz bayaqdan danışdıq, keyfiyyətli su, təmiz su çox önəmlidir və bu işdə illərin təcrübəsi, keyfiyyətli xidmət, inline su filtrləri. Mən şəxsən öz evimdə, öz ailəmə də elə inline su filtrlərinin keyfiyyətlə seçilən suyu etibar edirəm. Təşəkkür edirəm inline'a. Dostlar, Latadrom var, vizit kartlarınızı atın ora. Əgər vizit kartınız yoxdursa, kağız üzərindən ad, soyad, əlaqə nömrənizi yazacaqsınız orada. Hansı şirkəti təmsil edirsiniz? Qısa yazın və Latadrom içərisinə atın. Yarış vaxtında kimin şanslı adı çıxacaqsa, ardıcıl hədiyyələrini təqdim edəcək. Surəsu şirkəti evlərə, ofislərə və bir çox dövlət əhəmiyyətli müəssisələrə 100% təbii minerallarla zəngin 19 litr və 0,5'lik qablarda su çatdırır. Xanımlar, Ramazanova dəvət edirik. Alqışlayaq. Hanoğlu baklava lokum, Şəki Agro suvarma sistemləri, qanun mühasibatlıq şirkəti. Bilmədiyimiz bir çox şirkətlər də var, nəsə davam edək. Xoş gördünüz. Eldar Şərifli. Eldar Şərifli buradadır mı? Olmasa yenidən qarşıladım. Eldar Şərifli 3 dəfə deyəcəyik. Eldar evə gedib. Eldar Şərifli evə getdiyi üçün.
Bəli, bəli. Tamam da doğrudur. Devam edək. Fərq seçim sizindir. Məmmədov Əli. Ali Məmmədov buradadır. Alqışlayaq. Gəl bura. Hazır. Təşəkkürümüz həm də Qanun Mühasibatlıq şirkətinədir. Xanoğlan qardaşımızın da burada səsli bir görüntü təqdimatı var. Səsli verək, zəhmət olmasa. Mən Xanoğlan Ramazanov, Qanun Mühasibatlıq Xidmətləri şirkətinin təsisçisi və direktoruyam. 15 ildir ki, artıq bu sahədə fəaliyyət göstərirəm və 5 ildən artıqdır ki, Qanun Mühasibatlıq Xidmətləri olaraq şirkətlərə kooperativ şəkildə xidmət göstəririk. Təşəkkürnamələrə keçid edək və hazırıqsa bir-bir başlayaq. Eko Az Enerji şirkətindən dostlarımız buradadırmı? Eko Az Enerji şirkətindən, bəli, gəlsin Rüşəmə, buyurun. Alqışlayaq Eko Az Enerji şirkəti, onların aqrar sahə üzrə də layihələri var, təkcə günəş panelləri istiqaməti yoxdur. Maşallah olsun, fəaliyyətləri genişdir. Həmzə qardaşımıza, onun komandasına təşəkkür edirik. Çox sağ olun. Bunu mən təqdim eləmək istəyirəm. Buyurun. Qanun Mühasibatlıq Xidmətləri Xanoğlan Ramazanov. Xanoğlan qardaşımızı alqışlayaq. Və növbəti inline su filtrləri. Yusuf dostumuzu dəvət edirik və həqiqətən çox keyfiyyətli xidmətləri var. Inline su filtrləri, avadanlıqları çox mükəmməl. Mənim də şəxsən evimdə inline su filtrləridir. Çox sağ olun.